Salam. İndi də rasional kəsirlərin birinci bölməsinə baxaq. Bunun üçün də sadəcə müxtəsər vurma düsturlarını bilsəz və kəsir anlayışı, əsas anlayışını bilsəz bəs eləyir. Kəsir anlayışı nədir? Vurma, bölmə. Məxrəci məxrəcə vurursunuz, sürəti sürətə vurursunuz, böləndə tərsinə çevirib vurursunuz. Gəlin baxaq. İkinci sualdan başlayaq. X böl 3y-in kvadratı böləndə tərsinə çevirib vururam. Baxın, 2y böl x vurulsun, x-in kvadratı bölünsün y-in kvadratı. X ilə x ixtisar getdi. Y-in biri getdi, burada biri qalır. Yuxarıda qalır 2 dənə x-in kvadratı. Məxrəcdə qalır 3 dənə y, burada da y-in kvadratı. Vuranda üstlər toplanır. Sürətdə qaldı 2 dənə x-in kvadratı. Məxrəcdə qaldı y-dən 3 dənə. Görün hansı variantdır? B variantı. 6-cı. Sonra 9-u yazaram 3 üstündə 3. Axı üst-üstə dərəcələr vurulur. Yazacağam. A kubunun kubu çıx. Bir həmişə yanındakının dərəcəsini alır. Burada kubdur deyə burada kub yazacağam. Bölünsün, elə bunu olduğu kimi hələ ki saxlayayım. Hələ ki lazım olsa asacağam. Kub düsturuna deyirdimi? Bir balaca mötərizə, bir böyük mötərizə olur. Bir dəfə içini olduğu kimi köçürürəm. A kub çıx 1. Bir dəfə də bunu kvadrata qaldırıram. A kubunun kvadratı edir A üstü 6. A kubunu 1-ə vuranda A-nın kubu. 1-in kvadratı da edir 1. Məxrəcdə də elə budur da. Deməli, bunlar ixtisar gedir. Qalır A kub çıx 1. Hansı variantdır? A variantı. Diqqətli olun. 8-ci sual. Ortaq vuruq çıxaracağım təbii ki. Elə birincidən 9m kvadratından 3m-dən 3m-i ortaq çıxarıram. 3 dənə m-i çıxaranda içəridə 3m qalır. 3m-i çıxarmışamsa yerində 1 qalır. Buradan çıxarıram uşaqlar n-i. İkisində də n var. N-i çıxarıram. Qalır 3m. N-i çıxartdığıma görə yerində 1 qalır. Bölünsün. Bir həmişə yanındakının dərəcəsini alır. Nəyinsə kvadratından, nəyinsə kvadratını çıxanda bir dəfə çıxıram. Bir dəfə toplayıram kvadratsız halda. A kvadrat çıx B kvadratın düsturudur. Yuxarıda 3m çıx 1-lər ortaqdır. 3m çıx 1-i ortaq olaraq çıxarmışamsa. Görün qıraqda nə qalır? 3m üstəgəl n. Yazıram 3m üstəgəl n. Qalır 3m çıx 1 bölünsün 3m üstəgəl 1. Bunlar ixtisar gedir. Qalır 3m üstəgəl n bölünsün 3m üstəgəl 1. Yəni A variantı. 11-ci sual maraqlıdır. Həmişə ədəd yanındakilərin dərəcəsini alır. Burada ən böyük dərəcə kubdur deyə 64-ün nəyinsə kubu yazacağam. 4-ün kubu. A kub çıx B kubun düsturunu da indicə dedim. 2 dənə mötərizə açıram. Bir dəfə biri balaca mötərizə, biri də onun kvadrat mötərizəsi. 4-ün kvadratı 16, 4A, bir də A-nın kvadratı. İndi ardını buradan ortaq nəsə çıxarmağa çalışıram. Burada çıxdı deyə çıx yazıram. 8 ilə 2-dən ortaq 2 çıxır, bir də A çıxır. İçəridə qalır 4. Mənfini nəyə vursam müsbət eləyəcək? Mənfiyə A-nın biri qalır. Bölünsün. Elə içərini buranı olduğu kimi köçürək. Yuxarıdan 4 çıx A-nı ortaq çıxarsam, yəni əlinizdə götürün onları qırağa çıxarın, 4 çıx A-nı çıxarsam. İçəridə nə qalır? 16, üstəgəl 4A, üstəgəl A-nın kvadratı çıx 2A. Yerdə qalanları köçürürəm. Uşaqlar, 4A-dan 2A-nı çıxanda 2A eləyirmi? Sürətdə qalır 16, üstəgəl 2 dənə A, üstəgəl A-nın kvadratı. Elə bu da 16, üstəgəl 2 dənə A, üstəgəl A-nın kvadratıdır. Eyni şeyə bölündə 1 eləyir, cavab qalır 4 çıx A vur 1. Yəni 4 çıx A. Baxırıq 15-ə. Cüt dərəcədirsə demişdim nə yazırıq? 15-ci sual. Yazıram x üstü 4-ün kvadratı. Cütüsü 2 şəklində yazıram. 4 vur 2, 8 edir axı.
Bir də yanındakının dərəcəsini alır. Bu kvadratdır deyə bunu da kvadrat yazıram. Uşaqlar, sol tərəfə baxın. Nəyinsə yerin dəyişəndə qabağına mənfi atıram. Aha, diqqətli olun. Eyni bir şeyin kubundan həmin ədədin kubunu çıxanda 0 eləyir. X çıx 2-nin kubundan x çıx 2-nin kubunu çıxanda 0 qalır. Siz saçdırmaq üçün də verir. Bərabərdir. Nəyinsə kvadratından, nəyinsə kvadratını çıxanda bir dəfə çıxıram, bir dəfə toplayıram. Məxrəcdə də x üstə gəl, 4 üstə gəl, 1. Bunlar ixtisar gedir, qalır x üstə 4 çıx 1. Yəni C variantı. Sonra baxırıq 19-a. Belə şeylər görəndə təbii ki, kiçiyi ortaq çıxarmalıyam. Üstünə nəsə gələndə böyüyür. Kiçiyi deməli A üstü 2-dir. A üstü 2-ni çıxarıram. Burada üstə gəl 2 var. Yəni 2 dənə artığı var. A-dan 2 dənə artıqdır. 2-ni çıxarmışam, yerində 1 qalıb. Buradan A üstü 2-ni çıxarsam, qalır burada 2 dənəsi. Burada 2 özü qalır. A-dan 1 dənə qalır. Burada çıxarmışam deyə yerində 1 qalır. A üstü 2-nlər gedir. Yuxarıda uşaqlar bir yanındakının dərəcəsini alır. Kvadrat deyə kvadrat. Bir dəfə çıxıram, bir dəfə toplayıram. Bu da A üstə gəl 1-in kvadrat düsturudur. Uşaqlar, 2 dənədən 1 dənəsi ixtisar getdi, 1-i qaldı. A çıx 1 bölünsün, A üstə gəl 1-dən 1 aşağıda qaldı. Yəni 19-da A variantı. 23. Uşaqlar, görmürsünüz ki, cavablar vuruq şəklindədir. Ona görə vuruqları ayırıram. 23-də. Üçlü bir şeyi vuruqlara ayırmağı da öyrətmişəm. Birinci ilə üçüncünü vuruqlara ayırıram da. B üstü 4-ü yazıram, B kvadrat vur B kvadrat. Mənfi 5-i yazıram, mənfi 5 vur 1. Yan bayan gördükləriniz də vuruqdur. Yəni vuruğun biri burada B kvadrat çıx 5-dir. Yan bayan baxın. Biri də B kvadratla müsbət 1-dir. İndi ikincidə gəlin, məxrəci vuruqlara ayırım. B kvadrat üstə gəl 4B. Uşaqlar, B üstü 4-dür. B üstü 4, 4B kvadrat üstə gəl 3. Birinci ilə üçüncünü vuruqlara ayıram. B üstü 4-ü yazıram, B kvadrat, B kvadrat. 3-ü yazıram, 3 vur 1. Yan bayan gördüklərim vuruqdur. B kvadrat üstə gəl 3. Yəni müsbət 3. Bir də B kvadratla müsbət 1. Aha, deyir bunları bölün. Yazaq böləkdə. B kvadrat çıx 5. B kvadrat üstə gəl 1. Məxrəcdə də B kvadrat üstə gəl 3. B kvadrat üstə gəl 1. Eyni şeylər ixtisar gedir. Qalır B kvadrat çıx 5. B kvadrat üstə gəl 3. Yəni C variantı. Baxaq 25-ci suala. Aha. Modul görürsə işarəsini təyin eləməliyik. Sadəcə işarə. Qiymət yox ha, işarə. Birdən böyük bir dənə ədəd götürək, məsələn 2. Birdən 2-nin çıxanda mənfidir. Mənfidirsə moduldan yerin dəyişib çıxır. Baxın, yazıram 25-ci sualı. X elə özüdür. Moduldan yerin dəyişir. Yəni 1 çıx x yox, x çıx 1 kimi çıxır. Çünki mənfidirsə yerin dəyişib çıxır. Məxrəci yenə gəlin vuruqlara ayıraq. Sol tərəfdə yazıram. X, x, 2 ilə 1. Amma uşaqlar mənfi 2 daxil. Yəni birinin qabağına mənfi atmalıyam. Mən də demişəm ki, müsbətdirsə böyük ədəd müsbət olur, kiçik ədəd mənfi olur. Mənfi olanda da uşaqlar, məsələn, ortadakı işarə mənfi olanda mənfini böyük ədədin qabağına atıram. Yəni burada yazıram 2 vur mənfi 1. Yan bayan gördüklərim vuruqdur. X-la müsbət 2 də vuruğun biri. Vuruğun o birisi də x-la mənfi 1-dir. Bunlar ixtisar gedir, qalır x bölünüsün, x üstə gəl 2. Yəni A variantı. 29-cu sual. Bu 33 görürəm. Bizim A üstü 33 düsturumuz yoxdur ki. Bunu uşaqlar A üstü 11-in kubu yazacağam. Bir də yanındakının dərəcəsini alır 1-in kubu. Gəl hələ bunu açaq ki, məxrəci bunu uyğunlaşdıra bilək. A kub üstə gəl B kubda deyir demək 2 dənə mötərizə açırsınız. Birincini olduğu kimi köçürürsünüz. İkincisi də bunun kvadratı. A üstü 11-in kvadratı, A üstü 22. Çıxılsın bunların hasili, üstə gəl 1-in kvadratı. Məxrəcdə uşaqlar, bax, bunu köçürəm bura.
Bunları kuba kvadrata falan qaldırsaq dəxilsiz bir şey alınacaq. Ondan sonra kiçiyi ortaq çıxarım. A üstə 11-i çıxarsam yerində 1 qalır. 22 dənədən 11-ini çıxarmışam, 11-i qalır. 33 dənədən 11-ini çıxarmışam, 22 dənəsi qalır. İndi sürətə baxın. Müsbət 1, mənfi A11, müsbət A22. Eynidir də. Eyni şeylər ixtisar gedir. Qalır A11 üstə gəl 1 bölünsün A11. Aha, B variantı. Diqqətli olsanız taparsınız. Sonra 32. Deyir ki, M-in neçə tam qiymətində kəsrin qiyməti də tamdır. Gəlin hələ bir ixtisarlar falan eləyək. 9-u çıxarsam yuxarıda nə qalır? M üstə gəl 2. Aşağını da yenə üçlü qaydada vuruqlara ayırsam M, bir də 5 ilə 2. Yan bayan gördüklərim vuruqdur. M üstə gəl 5 uşaqlar, bir də M üstə gəl 2 vuruqdur. Deyir ki, M-in neçə tam qiymətdə kəsrin qiyməti tamdır. Uşaqlar, kəsir sözünü eşidən kimi biz bilirik, kəsirin məxrəci nə olmaz? 0 olmaz. Yəni biz bunların ikisini də 0-dan fərqli eləməliyik, mütləq şəkildə. M üstə gəl 5-i də 0-dan fərqli eləməliyəm. M üstə gəl 2-ni də 0-dan fərqli eləməliyəm. 5-i o yana atanda mənfi 5 eləyir. 2-ni o biri tərəfə atanda mənfi 2 eləyir. Yəni biz hesablayıb həll eləyib. Mənfi 5 tapsaq belə onu götürməyəcəyik. Mənfi 2 tapsaq belə götürməyəcəyik. Çünki məxrəci 0 eləyə bilmərik. 0 olmaz. Baxaq. M üstə gəl 2-lər ixtisar gedir. Qalır 9 bölünsün. M üstə gəl 5. Deyir neçə tam qiyməti var. 9 hansı ədədlərə tam bölünür? 1-ə, 3-ə, bir də 9-a. Amma bu naturaldır. Tam deyəndə bunların mənfilərini də nəzərə alıram. Mənfi 1-ə, mənfi 3-ə, mənfi 9-a. İndi gəlin bir-bir hesablayaq. M üstə gəl 5 bərabərdir. Bir dəfə 1-ə bərabər eləyək. Bir dəfə, uşaqlar gözləyin. Bir dəfə 1-ə bərabər elədik. Bir dəfə 3-ə bərabər eləyək. Bir dəfə 9-a bərabər. Bir-bir hesablayaq da görək hansında. Bir dəfə M üstə gəl 5-i mənfi 1-ə bərabər eləyək. Bir dəfə M üstə gəl 5-i mənfi 3-ə bərabər eləyək. Bir dəfə də M üstə gəl 5-i mənfi 9-a bərabər eləyib həll eləyək. 1-dən 5-i çıxanda mənfi 4. 3-dən 5-i çıxanda mənfi 2. 9-dan 5-i çıxanda 4. Mənfi 9-dan 5-i çıxanda mənfi 14. Mənfi 1-dən 5-i çıxanda mənfi 6. Mənfi 3-dən 5-i çıxanda mənfi 8. M-in bu qədər qiymətini tapdıq. 1, 2, 3, 4, 5, 6 dənə qiymətini tapmışıq. 6 dənə və ya 6 ədəd. Amma biz bilirik ki, M mənfi 5 ilə mənfi 2-ni almır. Görək var. Mənfi 5, mənfi 2, mənfi 2 var. Mənfi 5 olsaydı onu da silərdim. 6 dənədən birini sildik. Neçə dənə qiyməti oldu? 5 dənə. Cavab olur 5 dənə. Diqqətli olun. Çünki bir dənəsi ödənmir uşaqlar. Bir dənəsini, yəni M-in yerinə mənfi 2 qoysaq, baxın, məxrəc 0 olur. Mənfi 2-ni yəni qoymuruq. 5 dənə qiyməti ödənir. Baxırıq 34-ə. İrrasional kəsrinin ixtisar olunması üçün B-nin ala biləcəyi qiymətlərin cəmini tapın. Uşaqlar, sürəti yenə vuruqlara ayıracağım. Çünki vuruq şəklində deyil. Yazacağım y. Mənfi 4-də yazacağım 4 vur mənfi 1. Amma bilmirəm ki, mənfinin hansının qabağına yazım. Ortadakı mənfidir deyə böyüyün qabağına yazıram. Yan bayan gördüklərim vuruqdur. Y çıx 4, y üstə gəl 1. Bölünsün, y-in kvadratı çıx b. Uşaqlar, necə olsa ixtisar gedər. Bax, məsələn, y-i kvadrata qaldırıbsa 4-ü kvadrata qaldırın, 16. Gəlin görək, həqiqətən ixtisar gedir 16 olsa. Y çıx 4, y üstə gəl 4. Həqiqətən də baxın, y çıx 4-lər ixtisar gedir. Yəni 16 olsa ödəndi. İndi gəlin bir dəfə də yazaq. Axı deyir, başqa qiymət də ola bilər. Y-in kvadratı çıx b. Bizdən o b-nin qiymətini istəyir. Uşaqlar, bunu ixtisar 4-ü kvadrata qaldırdıq, 16 elədi. 4 ilə işimizi bitirdik. İndi 1-i kvadrata qaldırın, 1. Görək, həqiqətən 1 qoyanda ödənir. Bu y çıx 4, y üstə gəl 1-dir.
Bu da 1 həmişə yanındakının dərəcəsini alır. Bir dəfə çıxıram, bir dəfə toplayıram. Həqiqətən yenə ixtisar gedir. Deməli, B-nin qiyməti neçə olmalıdır? Ya 16, ya da 1. Bizə dedik ki, ala biləcək qiymətlərin cəmini tapın. 16 ilə 1-in cəmi 17. Elə bir A kvadrat çıx B kvadrat düsturunu yarada bilmək üçün bir dəfə 4-ü kvadrata qaldırıram. Axı kvadratın yanında kvadrat olmalıdır. Bir dəfə də 1-i. 4-ü kvadrata qaldıranda 16 eləyir, 1-i kvadrata qaldıranda 1 eləyir. Bu qədər sadə. 36-cı sual, sonuncu sualımıza baxırıq. Bir ifadənin, bir ədədin üzərində mənfi görəndə nə demişəm? 1 böl müsbətini yazın. Anladınız mı? İndi 5 vur, P kvadrat çıx 25, üstündən mənfi 3 görürəm. Mənfi görəndə demişdim neyin? 1 böl müsbətini yazın. Üstündə yəni müsbət 3, mənfi 3 yazmıram. Deyir ki, hansının mənası yoxdur. Biz də demişik ki, kəsrin nə vaxt mənası olmur? Məxrəc 0 olanda. Axı məxrəc 0 ola bilməz. 0 olanda artıq mənasız olur. Ona görə bunu 0-a bərabər eləyib mənasız eləyəcəm. Mənasız. Yazıram. P kvadrat çıx 25 bərabərdir 0. Çünki 0-ın kubu 0-dır. P kvadrat bərabərdir 25. Nəyin kvadratı 25-dir? Bir müsbət 5-in, bir də mənfi 5-in. Çünki kvadratın 2 dənə kökü olur. Amma bizə deyir ki, hansı müsbət qiymətində? Ona görə müsbətini götürürəm. Müsbət 5. Cavab olur müsbət 5. Bu qədər. Yenə də bir müxtəsər vurma düsturunu bilməlisiniz. Bir məxrəc 0-a bərabər olmur bilməlisiniz. Belə. Bu ikisini bilsəz bəs eləyir. Uğurlar.